Excel pəncərəsinin növbəti və xüsusilə də əsas hissəsi ribbon adlanır. Ribbon, yəni əsas menü lentləri paneli gördüyümüz bu hissədir. Ribbon Excel'in ürəyi hesab olunur. Çünki bütün əməliyyatlar, bütün alətlər, bütün əmrlər hamısı bu hissədə yerləşir. Ribbon öz-özlüyündə tablardan, tablar da öz-özlüyündə qruplardan, qruplar isə öz-özlüyündə əmrlərdən ibarətdir. Ribbon yuxarıda sağ tərəfdə görsənən bu işarə vasitəsilə 3 seçim var. Burada Hide Ribbon, bunun vasitəsilə ribbonun panelini tamamilə gizlədə bilirik. Digər işarə vasitəsilə Show Tabs vasitəsilə tabları göstərə bilirik. Digər bir işarə vasitəsi, yəni Show Tabs and Commands vasitəsilə bütün ribbon panelini geri qaytara bilirik. Əlavə olaraq da burada görsənən bu işarə vasitəsilə qruplar və əmrlər bölməsini, panelini gizlədə bilirik. Əgər bunu geri qaytarmaq istəyiriksə, hər hansı bir tabın üzərinə toxunaraq sabit işarəsini klikləyirik.